Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Cuma akşamları Kumeyl duası barədə danışırdıq. İmam Əli Aleyhisselamın vəfalı səhabəsi olan Kumeylə örgətdiyi duadır. Xızır duası kimi də məşhurdur. Cuma axşamları oxunması çox təkid olunub. İnsan mənasını başa düşərək, mənasına diqqət edərək bu duanı oxusa, onun ruhunda fövqəladə təsir vuracaq. Məsum kəlamlarıdır, Allahla münacatlardır. Adam azdan başlayar, az bir miqdarda da olsa bir neçə sətr oxuya, mənasını başa düşər və Allahla münacat edir. Biz özümüz də, yəni öz dilimizdə bacardığımız həddə münacatları eləməliyik, eləyə bilərik, amma biri var məsumların örgətdiyi kimi eləyər. Onlar Allahla necə münacat eləyiblər, onlara iqtidə eləyər. Baxaq onlara, onlar kimi Allahla münacat eləyər, fövqəladə insanın ruhunda təsiri var. Bu duanın izahı barədə bəzi məsələlər danışdıq. Keçən məclisdə birinci fəqərə barədə danışdıq. Bugün bu hissə barədə mən bir neçə mətləbə işarə eləmək istəyirəm. Bismillahirrahmanirrahim. Və bi quvvətikəlləti qəhərtə bihə kullə şey. İlahi sənin vasitəsilə hər şeyə qalib gəldiyin qüdrətinə, qüvvənə ant verirəm. Və xədə'ə ləhə kullu şey və zəllə ləhə kullu şey. O qüdrətin ki, onun qarşısında hər şey baş əymiş. O qüdrətinin qarşısında hər şey xar və zəlil olmuşdur. Baxın, Kumeyl duasının ilk fəqərələri Allah-şünaslıqdır. Məsumların dualarında, kəlamlarında bunu çox görərsiniz. İlk öncə Allahı həmd-sana eləyirlər. Bir növ Allahı o camal, cəlal sifətlərindən yad eləyirlər. Bu bir növ mərifətdir. İnsan bir Allahdan istəyini, bir duası var, onu etməzdən öncə Allahı bu gözəl adlarından yad eləyər. İlk öncə öz başa düşdüyümüz həddə, İlahi sən rəhmansan, sən qüdrətlisən, sən hər şeyə qadirsən, məsləhət bildiyin, öz hikmətinə uyğun məsləhət bildiyini heç kimdən əta eləmirsən. Bu ifadələrlə başlayan Allahla münacatına, duasına, məsumların da demək olar istisnasız. Bütün dualara baxın belədir, belə mərifətlə başlayır. Allahı həmd-sana eləyirlər. Sonra Peyğəmbəri yad eləyirlər. Peyğəmbər və onun əhl-i beytinə salam, salavat göndərirlər. Bütün bunlardan sonra istəklərini istəyirlər Allahdan. Bu fəqərələrdə bu həmin Allahı ant vermələrlə başlayır. Bir növ Allahı bizə tanıtdırır. Bu fəqərədə deyir, ant verdiyi Allahı hər şeyə qalib gələn qüdrətinə. Allahı biz tanımağımız ilk önəmli vəzifəmizdir. Hər şey ondan başlayır. Ona görə deyiblər, hədisdə var, elmin əvvəli mərifətullahdır, yəni Allahı tanımaqdır. Hər şey bundan başlayır. Əgər bizim Allah-şünaslığımız düz olmasa, o birisi mətləblərin hamısı da o yanlış anlamanın üzərində qurulacaqdır. Allahı düz tanımaq üçün nə qədər çalışsaq, Allahı tanımaq yolunda, nə qədər əziyyət çəksək, nə qədər oxusaq, araşdırsaq, azdır yenə də, yeri var. İlk elm budur, Allahdanıq. Ona tərəfdə qayıdacaq. Ona görə Allahın barəsində nə qədər agahlığımız çox olsa, bir o qədər də dindarlığımız keyfiyyətli olacaq. Allahı tanımağa çox sərf eləməliyik vaxtımızı. Çox işlər görməliyik ki, Allahı tanıyaq. Allahı tanımağın ən yaxşı yollarından biri Allahı sifətləri ilə tanımaqdır.
Bu duada ilk fəqərlərində Əleyhisselam Allah'a bizə o sifətlərinlə tanıtdırır. Allahın sifətlərindən biri də qüdrətdir. Allahın sifətləri zatınla eynilik təşkil edir. Belə deyil ki, Allahın sifətləri fərqlidir, zatı fərqlidir, eynilik təşkil edir. Bu məsələyə diqqət eləməliyik. Və bütün qüdrətlər Allahın qüdrətinin qarşısında puçdur. Söz açmağa dəyməz digər qüdrətlərin yanında. Allahın qüdrəti o qədər əzəmətlidir ki, digər bütün qüdrətlər Allahın qüdrətinin bir növ şüasıdır. Ona görə təkid olunub bizə ki, bu zikri çox deyək. La havlə və la quvvətə illa billah. Allahdan başqa güc, qüdrət sahibi yoxdur. Adam gərək buna etiqad vəsləsin, yavaş-yavaş özünü inandırsın. Bu zikirlər boş yerə deyilmir. Bu qədər zikr edir gün ərzində, bu qədər zikirlərə məşğul olur. Bu ondan ötərdir ki, onu o qədər təkrar eləməliyik, bizim üçün mələkə olsun. İnanaq artıq buna ki, Allahdan başqa güc, qüdrət sahibi yoxdur. Allah bu qüdrətindən hər bir şeyi əhatə edir. Kullə şey və bi quvvətikəlləti qahartə bihə kullə şey. Əleyhisselam Allah'a ant verir bu qüdrətinə ki, ondan hər bir şeyi əhatə eləmişsən. Hər bir şeydən də məqsəd keçən çıxışlarda danışdır. Allahın yaratdığı sayı hesabı olmayan məxluqlardır. Milyardlarla bu məxluqları heç kim, Allahdan başqa heç kim sahib tutara bilməz. Bütün bu hər bir şeyə Allahın əhatəsi var. Və Allah Teala sonsuz qüdrəti ilə hər bir şeyə qalibdir. Kimsə onun qüdrət dairəsindən xaric deyil. Göydə və göy təbəqələrində, onun daxilində olanların hamısı, baxın, biraz araşdırma eləsəz o məsələlər barədə. Bəzi səmavi cisimlər var, milyardlar ton çəkisi var bunların. Milyardlar, hələ bəlkə də deyirlər çox. Təsəvvür edin, milyardlar ton göydə hələ bir dənəsinin, bir dənə səmavi məxluqun cismi milyardlar ton çəkisi var, bir dənəsinin. Adam heyrətə gəlir ki, bu milyardlar ton olan bu cisim necə asılı qalıbdır, necə bu göydə nə parçalanır, nə düşür. Bunların hamısı Allahın qüdrətinə bağlıdır, Allahın qüdrətinə möhtacdır. Allah öz qüdrətindən onları qoruyur və hər biri də bu Allahın qüdrətinə möhtacdır. Bir ayə var, oxunmağı çox təkid olunub namazlardan sonra. Şeyx Nuxudəkinin, İmam Xomeyni və Şübeyr Zəncaninin atasına bir tövsiyəsi var. Namazdan sonra bir neçə əməlləri yerinə yetir. Onlardan biri də bu ayədir. Təlaq surəsinin 2-ci ayəsindən başlayır 3-cü ayəsi. Mən bu ayəni tam olaraq oxuyum, tərcümə edeyim. Bir hissəsi mövzumuzla aiddir. وَمَنْ يَتَّقِ اللّٰهَ يَجْعَلْ لَهُ مَخْرَجًا. Hər kim təqvalı olsa, Allahın halal haramına riayət eləsə, Allahın o hədlərini qorusa, Allah ona çıxış yolu açar. Bu bir dənə Allahın vədəsidir. وَمَنْ يَتَّقِ اللّٰهَ يَجْعَلْ لَهُ مَخْرَجًا. Kim təqvalı olsa, Allah ona çıxış yolu açar. وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبْ. Ona gözləmədiyi, hesab eləmədiyi yerdən ruzi verər. Kim təqvalı olsun. وَمَنْ يَتَوَكَّلَ عَلَى اللّٰهِ فَهُوَ حَسْبُهُ. Kim Allah'a təvəkkül eləsə, Allah'a güvənsə, Allah ona kifayətdir. اِنَّ اللّٰهَ بَالِغَ əmrih. Allah öz iradəsini həyata keçirəndir. Allah hər istədiyi şeyə qalibdir. İnna Allaha baligh əmri. Qad ca'ala Allahu li kulli şeyin qadra. Allah hər bir şey üçün müəyyən bir ölçü qoymuşdur. Bu ayədə işarə eləmək istədiyim məsələ budur. Niyə Allaha biz təvəkkül eləyək?
Niyə Allaha güvənək? Çünki Allah o işlərini yerinə yetirəndir, tamamlayandır, işlərində qalibdir. Qadirin mənasını deyirəm, qüdrətli kimdir? Baxın, Allahın qüdrətindən bu gün danışırıq. Qüdrətin mənası budur. Əl-qadiru mən inşaə fəələ və inşaə tərək. Qüdrətli odur ki, istədiyi vaxt yerinə yetirir, istədiyi vaxt tərk edir bir işi. Əgər istəməsə yerinə yetirmir, istəsə yerinə yetirir. Buna deyirlər qüdrət. Belə bir qüdrətli varlıq yalnız Allah Təbarək və Teala'dır. Məsələn, mən çox şey istəyirəm ki, çox yaşayam, uzun müddətli yaşayam, xəstələnməyəm. Amma eləyə bilirəm, yox, bacarmıram. Allahdır ki, hər o şeyi ki istəyir, eləyir, hər şeyi ki istəmir, eləmir. Buna deyirlər qüdrət sahibi. Amma Allahın, bunu diqqət edin, Allahın istəməyi hesab kitablandır. Belə deyil ki, Allah ilə hər istədiyini hesab kitabla. Bəzən belə bir şübhə salırlar, şübhə var ki, Allah məsələn filan özündən böyük daş yarada bilər ya, Nazırullah bəzi dəvənin, iynənin o deşiyindən keçirdə bilər ya yox. Belə bir suallar verirlər. Buna diqqət edin, baxın, Allah hər bir şeyə istisnasız qadirdir. Amma o sadalanan şeyin qabiliyyəti yoxdur. Ona o səlahiyyəti yoxdur. Allah mümkün olan şeylərə qadirdir. Bu şeylər mümkün deyil. Dəvənin o iynədən keçməsi mümkün deyil. Bir nəfər alimlərdən birinin zarafatı yadıma düşdü. Deyir, Allah istəsə keçirdər onu, amma dəvə nə günə qalar, onu bir Allah bilir. Baxın, bu şübhə çox eşidə bilərsiniz, rastlaşa bilərsiniz. Bunu qeyd edirlər. Deyirlər, Allah niyə filan şeyi eləmir, filan şeyi yerinə yetirmir? Müxtəlif məsələlərdə, baxın, çox eşidə bilərsiniz. Allah niyə belə eləmir? Allahın istəməyi, bütün işləri görməsi hesab kitablandır. Allah bu aləmi səbəb-nəticə qanunundan idarə edir. Bu qanun heç bir şeydən istisna deyil. Səbəb-nəticə qanunundan idarə edir Allah Teala bu aləmi. Ona görə bəzi şeylər var, məsələn, bayaq çəkdiyim misallar, onların qabiliyyəti yoxdur. Allahın feiliyyətində o işi yerinə yetirməsində bir problem yoxdur. Onun qabiliyyəti yoxdur, onu yerinə yetirilsin. Və Allah da hikmət sahibidir. Allah mümkün olan şeylərə qadirdir. Qüdrət məsələsi çox önəmlidir. Adam bəzən diqqət eləmir. Allahın qüdrəti deyəndə bəzi şeylərə diqqət eləmir. İnsanın o hicablar ki var, mani olur Allaha yaxşı ibadət eləsin. Biri də adət hicabıdır. İnsan adət edir. Məsələn, bir öz yaradılışına baxa, öz varlığına baxa, görə nə böyük neymətlərin içində qərb olubdur. Allah necə öz qüdrətini nümayiş etdirib insanın üzərində. Allah göstərməsin, hər hansı bir yerimizdə bir nasazlıq yarananda başa düşürük ki, nə böyük neymət idi, o əlimizdən çıxdı. Və yaxud ətrafımızda bəzi məsələlər adi bizə görsənir. Bir dənə qarışqıya baxın, Əli əleyhissalam qarışqanı misal çəkir. Nəhcül Bəlağənin 185-ci xutbəsi. Mən xahiş edirəm, imkanınız olsa bugün, ya nə vaxt imkanınız oldu, gedin bir dənə oxuyun. Allahı tanımaq barədə imamın xutbəsidir. Allahı tanıtdırır. Həmin xutbədə buyurur ki, لَوْ فَكَّرُوا فِي عَزِيمِ الْقُدْرَةِ وَجَسِيمُ النِّعْمَةِ لَرَجَعُوا إِلَى تَرِيقٍ وَخَافُوا عَذَابَ الْحَرِيقِ. Əli əleyhissalam buyurur, insanlar Allahın qüdrətinin əzəməti barədə düşünsəydilər və çoxsaylı Allahın o neymətləri barədə düşünsəydilər, doğru yola hidayət olmuşdular. Baxın, bu Allahın qüdrəti insanı düz yola gətirə bilər. İnsan bu barədə düşünsə. Əli əleyhissalam həmin xütbədə qarışqanı misal vurur.
Deyib baxın qarışqanın yaradılışına bir diqqət edin. İnsanı Əleyhisselam buyurur, insan əgər düşünsə bu barədə, məhəttəl qalar onun yaradılışı barədə. Gör necə xırda bir cismə malikdir. Allah Taala onun üçün bütün o məsələlər ki, digər böyük varlıqlarda var, onun da xilqətində yaradıbdır. Gözdür, eşitmə qabiliyyətidir, həzm eləmə qurğusu da onun daxilində, ev quraşdırma, gedib ev düzəltmə və bunun kimi nəsil artırma, bütün bu məsələlər işarə bu xilqətdə də yaradılıbdır. Baxın, insanın bir dəqiqə belə deyək, ən qüdrətli o inşa etdiyini xalq demirəm mən, o inşa etdiyi, icad etdiyi məsələ nədir? Samalyotdur. İnsanın o yaratdığı ən böyük, belə deyim, o insanın icad elədiyi ən böyük icad samalyotdur. Allahın ən kiçik yaratdığı deyək ki, qarışqadır. Əlbəttə bundan kiçik də var, mən bunu misal çəkirəm. Bununla müqayisə edib bir dənə. Görün, bu da bəzi şeyləri daşıyır, bu şeylərə xidmət edir. Amma qarışqanın yaradılışı daha əzəmətlidir. Qarışqa özü, onu kimsə idarə eləməsə, o yerindən tərpənən deyil. Qarışqa özü idarə olunur. Bu dediyim, qışda özü üçün tədarük görür. Elə tədarük görür ki, xarab olmur, sonra onunla ev hazırlayır, öz yaşayışını təmin edir. Qarışqada belə bir xüsusiyyət var. Quranda da vurğulanıbdır qarışqa barədə. Maraqlı faktlar var. Biraz adam istənilən məsələni adiləşməyən onun üçün. İstənilən məsələdə biraz araşdırma aparsa Allaha çatar insan. Allahın o qüdrətini görər. Bir ayədə gəlib, mən tərcüməsini oxuyuram. Onlar, yəni o qarışqalar vadisinə gəlib çatdıqda dişi bir qarışqa dedi: Ey qarışqalar, öz yuvalarınıza girin. Süleyman və onun ordusu bilmədən sizi sındırmasınlar. Bilmədən sizi sındırmasınlar. Ayədə nəmlətun sözü gəlir, dişi qarışqadır. Araşdırmalar bunu göstərir ki, qarışqaların əksəriyyəti, o ki, onların tayfasında o işləyirlər, əksəriyyəti dişi qarışqalardır. Onların kişi qarışqasının vəzifəsi deyirlər ki, o kraliça və ana qarışqa ilə cütləşməkdir. Ondan sonra da çox vaxtı ölür elə bu cütləşmədən sonra bu qarışqa. Amma əksər işləri yerinə yetirənlər həmin bu dişi qarışqalardır, o xidmətçi qarışqalar, bu dişilərdir. Və ayəni görürsünüz, ayədə gəlib ki, bir-birinə xəbər verdilər ki, Süleyman və onun ordusu bilmədən sizi sındırmasınlar. Bunu da yenə elmi tədqiqatlar göstərir ki, onlar müxtəlif bədən dilindən bir-birlərindən danışırlar. Və incə mətləb o sındırmaq məsələsindədir. Deyirlər, onun qarışqaların bədənini xüsusi zülal qarışığından əmələ gəlib. Şüşə yox, xüsusi zülal qarışığıdır. Və ona görə burada xırsıltılı bir səs əmələ gəlir onları tapdalayan zaman. Ona görə ayədə hətəmə, sındırmaq feilindən istifadə olunur. Qarışqaların beynində 200.000-250 min arası neyron var. Bu qarışqa barədə bəzi xırda məlumatlardır. Qarışqaların sayı o qədər çoxdur bu dünyada, o qədər çoxdur ki, mən sadəcə o insanla müqayisəsini deyirəm, bir insana 2 milyon yarım qarışqa düşür. Yəni insanların sayı nə qədərdir? İnsanların hər nəfərinin müqabilində 2 milyon yarım qarışqa var.
Baxın, bu məsələlər qeyd elədiyim kimi, mən bir dənəsini misal çəkdim. O xütbəni də mütaliə eləmək yaddan çıxmasın. 185-ci xütbə. Əli əleyhissalam Allahı tanıtdırır və Allahın bəzi nişanələrini orada sadalayır. Allahı tanımağın ən yaxşı yollarından biri budur. Allahın o yaratdıqlarınla Allaha çatasan. Və xəzə'ələhə kullu şey. Hər bir şey bu Allahın əzəməti qarşısında boyun əymişdir. Hər bir şey Allahın qüdrəti qarşısında zəlil olub və heç bir varlıq Allahın göstərişlərindən boyun qaçırmır. Bir münacatda belə gəlib, mən oxuyum arifana bir münacatda. Heç şübhəsiz sən o Allahsan ki, qüdrət və qüdrənlə hər şeyi zəlil etmişsən. Sənin əzəmətin qarşısında hər şey boyun əymişdir. Sənin istədiyin varlığa istədiyini verirsən, hər şeyi yaradıb qüdrət əli ilə idarə edən müqəddəs zat sənsən. Sən hər şeyin mövlasısan və hər şey sənin qüdrətin qarşısında məğlubdur. Sən əziz və kərimsən. İnsan bu etiraflardan sonra, baxın, Xümeyl duasının izahında adam bu məsələlərə diqqət edir. Birinci, Allahı hər şeyi bürüyən rəhmətinə əta elədik. Növbəti fəqərədə hər şeyə qadir olan qüdrətinə Allahı əta elədik. Ondan sonra ant verdiyi Allah'a, hər şeyi əhatə edən qüdrətinə ant. Bir varlıq ki, rəhməti hər şeyi bürüyür. Bir varlıq ki, hər şeyə qadirdir. Ola bilərmi ki, ixlasla, səmimiyyətlə, göz yaşlarından onu çağıranın çağırışına əta eləməsin, diqqət eləməsin. Bəli, bir varlıq zəif varlıq olsa, o ehtiyaclının ehtiyacını ödəyə bilməz. Amma Allah Taala'nın pak və müqəddəs zatı ehtiyacdan uzaqdır. Heç bir ehtiyac yoxdur. Bir o möhkəm ayədə vurğulanır ki, Allah Taala heç bir şeyə möhtac deyil. Leysə kəmislihi şəy. Onun tayı bərabəri yoxdur. Hər hansı bir ehtiyaclıq biz Allaha nisbət versək nöqsandır. Allah heç bir şeyə möhtac deyil. Hər bir şeydə ona möhtac. Bütün ehtiyacları ödəyən odur. Allahı çağıranda, yəni bu formada insan mərifətlə çağırmalıdır. Yəni o varlıq ki, rəhməti hər şeyi bürüyür və qüdrəti hər şeyi əhatə eləyir, o bəndəsinin dualarını da müstəcab eləməyə qadirdir. İnsan bu mərifətlə Allahı çağırmalıdır, ondan istəməlidir, təvazükarlıqla. Və bu qüdrəti başa düşəndən sonra Allahın əzəməti qarşısında insan xuşu və xuzu halında olmalı. Xuşu, xuzu halı budur ki, çox təkid olunur, insan namazlarında bu halda olsun. İnsan Allahın əzəmətini dərk edir. Bu bir çox məsələləri, mən xırda misalları vurdum, insan özü təfəkkür edir. Bəzi o kliplər var, baxmışsınız, bu dünya Allahın o yaradılışı müqabilində iğnanın ucu qədər də deyil. Allahın o əzəmətli yaradılışının müxtəlif planetlərin qarşısında yer üzü o iğnanın ucu qədər də deyil. İnsan bu barədə düşünsə təkəbbürlü eləməz ki, sən hansı halına, hansı vəziyyətindən təkəbbürlü eləyirsən. Bunları insan dərk eləsə təvazükar olur. Allahın əzəmətini dərk eləsə və özü də bu əzəmətin qarşısında özünü kiçiltsə, namazları fərq eləyəcək, ibadətləri fərq eləyəcək, duaları fərq eləyəcək. Buna deyirlər xuşu və xuzu halı. Allah hamımıza nəsib eləsin inşallah. Allah'a ant verdiyi hər şeyi bürüyən rəhmətinə və sonsuz qüdrətinə inşallah bizi
bağışlanmışlardan qərar versin. Bizi bağışlamamış bu dünyadan aparmasın. İmam Zaman salamın əleyhin zuhurunu təcil eləsin. Bizi öz vəzifələrini tanıyıb, onlara doğru, düzgün əməl edənlərdən qərar versin. Allah Teala bizi ixlaslı bəndələrdən qərar versin. Dualarımızın qəbul olmasına Muhammed ve Ali Muhammed'e salavat seçelim. Allahümme salli ala Muhammed ve Ali Muhammed.